19-cu dərsimizə xoş gəlmisiniz. Bugünkü dərsimiz təcrübi baxımdan çox vacib bir dərsdir. Bugün mən sizə İsa'nın tapşırıqlarını yerinə yetirməyinizə yardımcı olacaq bəzi məsləhətlər verəcəyəm. Bugün mən Pionerlər Məktəbinin bütün kursu ərzində indiyə qədər öyrəndiyiniz hər şeyi bir araya gətirməyə çalışacağam. Məqsədim İsa'nın Luka 10-da verdiyi tapşırıqlara riayət etməyinizə başlamağa kömək edəcək bəzi praktiki məsləhətlər verməkdir. Nəticədə siz müjdəni təbliğ eləməyə və xəstələrə şəfa verməyə başlaya biləcəksiniz. Şagirdlər hazırlamağa başlayacaqsınız. İnsanlar tövbə edəcəklər, suda vəftiz olacaqlar, müqəddəs ruhu qəbul edəcəklər. Bu praktiki dərsimizdə mən sizə yardımcı olacaq bəzi sadə məsləhətlər verəcəyəm. Xeyirdualı olun. Pionerlər Məktəbinin dərsinə xoş gəlmisiniz. Bugün bildiklərimi sizinlə paylaşmaq imkanına görə çox şadam. Bu dərsdə sizə həm təcrübi məsləhətlər verəcək, həmçinin onları həyata keçirməyin sadə üsullarını da göstərəcəm. Bugün sizə göstərəcəyim sadə addımları atsanız, nəinki yalnız sizin həyatınız, həmçinin ətrafınızda olan insanların da həyatları dəyişəcək. Bu, bir hərəkat yaradacaq və bu hərəkat bütün dünyanı dəyişdirəcək. Bu üsullar çox sadədir, çox təsirlidir. Burada əsas olan İsa'ya itaat eləməkdir. Onun bizə verdiyi tapşırıqları yerinə yetirməkdir. Sizə Allahın son həftələr ərzində etdikləri barədə çoxlu əhvalatlar danışa bilərəm. Beləliklə, bugünkü dərs ərzində mən sizə bu barədə və bir çox başqa şeylər haqqında söhbət açacağam. Biz Türkiyədə, İsveçdə olduq. Allah orada çox böyük işlər gördü. Mən Pionerlər Məktəbində olan insanlardan çoxlu şəhadətlər eşidirəm. Hesab edirəm ki, bugünkü və növbəti dərslərimizdən sonra bütün dünyada çoxlu dəyişikliklər baş verəcək. Çünki Allah özü bu həqiqətləri yayır. Dünən elektron poçtuma 3 maraqlı məktub gəldi. Bu məktublar demək olar ki, eyni zamanda gəldilər. Allah çox möhtəşəm işlər görür. Kanadadan olan bir qadın. Pionerlər Məktəbinin dərslərindən çox faydalandığı barəsində yazır. Həmin qadın fransızca danışır. Pionerlər Məktəbinin video dərslərini fransızca danışanlar üçün fransız dilinə tərcümə eləmək istəyir. Eyni zamanda Rusiyadan bir nəfər mənə yazdı ki, Pionerlər Məktəbinin video dərslərini rus dilinə tərcümə eləmək istəyir. Həmin vaxt başqa birisindən də məktub aldım. Pionerlər Məktəbinin video dərslərini Çin dilinə tərcümə eləmək üçün icazə istəyirdi. Dərsləri tərcümə eləmək üçün onun tanışları var. Buna çox şadam. Çünki mən dərslərin fransız, rus və Çin dilləri kimi 3 vacib dilə tərcümə ediləcəyi barədə məktublar aldım. İnanıram ki, Allah bütün dünyada inanılmaz işlər edir. Və bu hələ başlanğıcdır. Bugünkü dərsimiz çox vacibdir. Dərs çox praktikidir. Pionerlər Məktəbinin növbəti dərsi də eyni ilə bugünkü kimi vacib və əhəmiyyətli olacaq. Keçən dərsdə mən Luka 10 barədə danışmışdım. Bugün biz bunu qısaca təkrarlayacağıq. Mən kilsə barədə danışmışdım. İndi qısaca əvvəl keçdiklərimizi təkrarlayacağam. İmanlılar cəmiyyətinin ən sadə forması budur. Allahı sevmək, qonşunu sevmək və şagirdlər hazırlamaq. İsa'nın bizə tapşırığı budur. İsa'nın 2 ən əsas əmri Allahı sevmək
və yanında olan adamı sevməkdir. Həmçinin İsa'nın bizə ən böyük tapşırığı gedib şagird hazırlamaqdır. Biz bu tapşırıqları yerinə yetirməliyik. Amma problem ondadır ki, biz bu tapşırıqları çox vaxt bir qutuya qoyuruq. Deyirik ki, mütləq bir bina olmalıdır. Hər şey bu bir binada baş verməlidir. Müvafiq təhsili olan, muzlu və peşəkar işçi heyəti olmalıdır. Nəticədə İsa'nın tapşırıqlarını yerinə yetirən cəmi bir neçə insan olur. Hansı kilsədə olmağımızdan asılı olmayaraq demək olar ki, proqram eynidir. Hər şey eyni sistem üzərində qurulub. Kilsədə pul və büdcə var. Daha əvvəl qeyd elədiyim kimi, öz kitabımdan olan bu statı yenə də oxumaq istəyirəm. Məsihçilik İsraildə bir cəmiyyət olaraq yarandı. Məsihçilik bir cəmiyyət və bir hərəkat idi. Bu, canlı məsihçilik idi. Müqəddəs ruh tərəfindən idarə edilirdi. Lakin sonra bu Yunanistana keçdi və bir fəlsəfəyə çevrildi. Daha sonra məsihçilik İtaliyaya gəldi və bir təşkilat oldu. Avropaya keçdikdə xristianlıq bir mədəniyyətə çevrildi. Daha sonra xristianlıq Amerikaya gələrək bir biznesə, pul qazanan şirkətə çevrildi. Bunu daha əvvəl də demişəm. İmanlılar cəmiyyəti Məsihin bədənidir. Bədəndən istifadə edərək pul qazanırıqsa, bu fahişə adlanır. İsa fahişə üçün geri qayıtmayacaq. İsa öz gəlinini almaq üçün yer üzünə gələcək. Bu gəlin isə müqəddəs olmalı və Məsihə itaat etməlidir. Məhz buna görə mən hesab edirəm ki, biz kilsənin böyük bir reformasiyasını görəcəyik. Hər şeyin tezliklə dəyişəcəyini görəcəyik. Hər şey lazımı vəziyyətə qayıdacaq. Həvarilərin İşləri kitabında oxuduğumuz kimi canlı məsihçi cəmiyyət olacaq. Burada insanlar müqəddəs ruhun rəhbərliyi altında hərəkət edirlər. İsa'ya itaat edirlər. Burada onlar təkcə İsa'nı öz ürəklərinə dəvət etməklə kifayətlənmirlər. Bundan başqa bir çox digər şeylər də edirlər. Məsələn, onlar ciddi olaraq günahdan tövbə edirlər. Eyni gündə suda vəftiz olurlar. Müqəddəs ruhu qəbul edirlər. Qeyd elədiyim kimi, kilsənin tarixi boyu Katolik kilsəsinin təsiri altında bunların hamısı dəyişildi. Daha sonra isə reformasiya baş verdi. Lakin o zaman az dəyişikliklər baş verdi. Çünki istər baptist, istər metodist, istərsə adventist və yaxud 50-cilər olsaq da, bütün kilsələrin təməli eynidir. Çünki bunların hamısı vahid kilsə tarixinə əsaslanaraq qurulur. Pionerlər məktəbinin bundan əvvəlki dərslərində bu barədə danışmışıq. Son dərsimizdə isə Luka 10-cu fəsil barədə danışırdım. Mən yenə də həmin fəsil barədə danışacağam. Bu dəfə sizə daha praktik məsləhətlər verəcəyəm. Luka 10 barədə sizinlə çoxlu şəhadətlərlə bölüşəcəyəm. Dərsimizə başlamazdan əvvəl dua eləmək istəyirəm. Çünki bu çox vacib bir mövzudur. İsa'nın Luka 10-da söylədikləri kilsə tarixi, bu qutu sistemi, bunların hamısı çox vacibdir. Müqəddəs ruh açmasa, bunları başa düşmək çox çətindir. Amma müqəddəs ruh açanda və imanlıların qəlbində işləyəndə onlar bu həyatı yaşayırlar. Bu insanları azad edir. Beləliklə, mən indi dua edəcəm. Allahım, etdiyin hər bir şey üçün sənə şükür edirəm. Pionerlər məktəbinin dərsləri vasitəsilə baş vermiş bütün şəhadətlərə görə sənə təşəkkür edirəm. Allahım, sənə təşəkkür edirəm ki, bu bilikləri bütün dünyaya yayırsan. Rəbbim, öz imanlılar cəmiyyətini qurduğun üçün sənə təşəkkür edirəm. İsa, biz sənin işində iştirak etmək istəyirik. Dua edirəm ki, bugün kəlamı dinləyicilərə çatdırmaqda mənə kömək edəsən. Müqəddəs ruh, gəl, bu dərsə qulaq asanların gözlərini, ürəklərini və qulaqlarını aç ki, onlar burada deyilənləri qəbul eləsinlər və həvarilərin İşləri kitabında oxuduqları həyatı yaşaya bilsinlər. Amin. İndi isə yenə Luka 10-cu fəsil. İsa şagirdlərini göndərdi və sonra həmçinin onlara dedi, gedin, bütün millətləri mənim şagirdim eləyin. Onları ata, oğul və müqəddəs ruh adı ilə vəftiz eləyin. Sizə əmr etdiyim hər şeyə riayət eləməyi onlara öyrədin. Luka 10-da yazılanlar təkcə o vaxt yaşayan şagirdlərə aid deyildi. İsa'nın tapşırıqları bugün həm də bizə aiddir. Həmçinin hazırlayacağımız şagirdlərə də aiddir. Luka 10-cu fəsildə İsa deyir,
Məhsul hazırdır, məhsul boldur. Məhsul yetişib və məhsul boldur, biçinə hazırdır. Keçən dəfə dediyim kimi, İsa Matta 28-də bizi göndərəndə bizdə bu işi görməyə səlahiyyətin və gücün olduğunu deyir. Keçən dərsdə dediyim kimi, məhsulda problem yoxdur. Bizim də daha çox məsə və ya səlahiyyət almağımıza ehtiyacımız yoxdur. Əgər müqəddəs ruh daxilimizdə varsa, deməli, onda biz hər şeyə malikik. Burada problem işçilərin az olmasındadır. İşçilər az olduğu üçün İsa bizi bu cür dua eləməyə çağırır. Məhsulun sahibinə yalvarın ki, öz məhsulunu yığmaq üçün işçilər göndərsin. Bu, Luka 12-də də yazılıb. Yaxşı olar ki, hər səhər 10:02 və hər axşam 10:02-də bunu xatırlayaraq bu cür sadə bir dua eləyək. Ey Allah, dua edirəm ki, məhsulu biçmək üçün işçilər göndərəsən. Hər gün məhsulu biçmək üçün işçilər göndər deyə dua etsəniz, o zaman Allah bunu edəcək. O, nəyisə dəyişdirəcək. Biz bunu elə indi Danimarkada görürük. Biz hazırda çox böyük dəyişikliklərin baş verdiyini görürük. Bir neçə gün əvvəl başqa bir şəhərdə yaşayan dostumdan bir neçə şəhadətlər eşitdim. Dostumun yazdığı həmin şəhadətləri oxuyub heyran oldum. Dostum bu cür şəhadətləri yazmaqla bizim bir dəfə dua etdikdən sonra təslim olmamağın vacibliyini göstərmək istəyirdi. Yəni, biz haqqında dua elədiyimiz hadisələr baş verənə qədər duada davam etməliyik. O, öz şəhərində gördüyü belə bir şəhadətlə bölüşürdü. Bir neçə nəfər Danimarkanın bu şəhərində olmuş və küçədə mobil telefonlar satan bu qızla rastlaşmışdılar. Onlar həmin qıza yaxınlaşıb Allah barəsində onunla danışdılar və onun üçün dua eləməyə təklif elədilər. Lakin qız onlara dedi ki, xeyr, duaya ehtiyac yoxdur, sağlamam. Sonra isə qız onlara başına gələn çox maraqlı bir hadisə barəsində danışdı. Mən bir neçə həftə əvvəl Danimarkanın başqa bir şəhərində telefon satırdım. Bir nəfər mənə yaxınlaşıb, mənimlə Allah barəsində söhbət elədi və daha sonra mənim üçün dua elədi. Mənim kürəyimdə ağrılar var idi və duadan sonra əhvalım biraz yaxşılaşsa da, lakin ağrılar hələ də davam edirdi. Bir neçə gün sonra mən artıq başqa bir şəhərdə idim və yenə də biri yaxınlaşıb mənimlə İsa barəsində danışdı. O mənim üçün dua elədi və səhhətim biraz da yaxşılaşdı. Bundan bir neçə gün sonra mən hələ də bu şəhərdə olarkən daha iki fərqli insan mənə yanaşdı və mənim üçün dua elədilər. Tamamilə şəfa aldım. Mənim tanışım bu şəhadəti duada davam etməyimizin nə dərəcədə vacib olduğunu göstərmək üçün bölüşdü. Amma mənim üçün bu şəhadət həmçinin ona görə heyrətamizdir ki, indi siz Danimarkanın istənilən böyük şəhərinə geçsəniz, küçədə Allahdan danışan və xəstələrin şəfası üçün dua edən kəslərə rast gələ bilərsiniz. 3 il, 2 il və bəlkə də 1 il əvvəl belə bir şey barədə siz eşidə bilməzdiniz. Bir neçə il əvvəl bu şəkildə məhsul yığmaq üçün küçələrə çıxan olduqca çox az adam var idi. Amma indi siz Danimarkanın bu və ya digər şəhərinə geçsəniz, böyük dəyişikliklərin baş verdiyini görəcəksiniz. Böyük ehtimal var ki, bir nəfər sizi saxlayıb Allah haqqında danışacaq. Sonra o sizin üçün dua edəcək və siz şəfa alacaqsınız. Bunun sürətlə yayılmasını görmək heyrətamizdir. Yəni, çoxlu insanlar məhsul biçməyə çıxırlar. Lakin biz təkcə küçələrə çıxmaq barədə danışmırıq. Bu bizim gündəlik həyat tərzimiz olmalıdır. Yəni, insanlar alış-veriş edərkən, kilsə xorunda oxuyarkən, işdə olarkən və yaxud müxtəlif yerlərdə olarkən bu baş verməlidir. Buna görə də məhsul sahibinə biçin üçün işçilər göndərmək barədə dua etmək çox vacibdir. Lakin İsa bu barədə dua etməyin lazım olduğunu tapşırdıqdan sonra belə dedi: gedin, sizi qurdların arasına quzular kimi göndərirəm. Biz elə o cür edirik. Beləliklə, biz dua edirik. Və İsa bizi qurdların arasına quzular kimi göndərir. Lakin biz orada qurdların arasında olanda İsa bizimlədir. Biz qurdların arasında olduğumuz üçün müdrik olmağımız çox vacibdir. Bizə həmçinin müqəddəs ruhun rəhbərlik etməsi də vacibdir. Amma biz qorxmamalıyıq. Çünki İsa bizimlədir. Daha sonra İsa belə dedi: gedin və Allah sizin bütün ehtiyaclarınızı təmin edəcək.
Bundan sonra İsa bizə əmin-amanlığa layiq olan adamı tapmağa əmr etdi. İsa'nı qəbul etmək istəyən və həmçinin müjdəni eşitməyə hazır olan bir nəfəri tapmağı da bizə söylədi. Yəni, sizin ona söylədiklərinizi eşitmək istəyən birini tapın. Sizinlə yalnız mübahisə edən, mənasız şeylər danışan və əslində sizə qulaq asmaq istəməyən bir kəslə vaxt itirməyin. Əmin-amanlığa layiq olan adamlar tapdıqda onların evində qalın. Onların təklif etdikləri ilə yeyib için. Əlbəttə ki, oradakı xəstələrə şəfa verin və həmçinin müjdəni təbliğ eləyin. Bundan sonra əmin-amanlığa layiq olan başqa bir insanı axtarıb tapın. Əgər o sizin dediyinizi qəbul etmək istəməsə, ayağınızın tozunu çırpın və növbəti adama keçin. İsa'nın bizə verdiyi tapşırıq budur. Son zamanlar aldığım bəzi şəhadətləri sizinlə paylaşa bilərəm. Həmin şəhadətlər, məsələn, Türkiyədəndir. Əmin-amanlığa layiq olan adamla rastlaşdıqdan sonra biz iki hadisəni yaşadıq. Baş vermiş bu hadisələr Allahın fəal olduğunu göstərir. Mən indi sizə baş vermiş bir əhvalatı danışacağam. Biz Ankara'da idik. Bu böyük bir şəhərdir. Küçələrə çıxıb adamlara danışır və onlara şagird hazırlamaq öyrədirdik. Oğlum Sanni də bizimlə idi. O bizə müjdə ilə bölüşməkdə və xəstələr üçün dua etməkdə kömək edirdi. Sonra mən və oğlum Sanni gördük ki, azmışıq. Bizimlə türkçə danışan və tərcümə edə bilən bir nəfər də var idi. Amma birdən tərcüməçimiz də yoxa çıxdı. Beləliklə, biz orada azıb qaldıq və axtarsaq da dəstəmizdən olan heç kimi görmədik. İkimiz qalmışdıq, nə isə etməliydik. Yəni, bizə bir tərcüməsi lazım idi. Oradakı insanlar ingiliscə danışmırdılar. Biz sadəcə İngiliscə danışa bilən bir kimsəni axtarmağa başladıq. Həmçinin əmin-amanlığa layiq olan adamı da axtarırdıq. Mən İngiliscə danışa bilən və əmin-amanlığa layiq olan bir adamı tapmaq istəyirdim. Mənə elə gəlirdi ki, həmin adamı tapmağımı İsa özü istəyirdi. Mən küçələri dolaşıb ətrafdakılardan soruşurdum. Bağışlayın, siz İngiliscə danışırsınız? Bağışlayın, bəs siz necə İngiliscə danışırsınız? Mən ətrafı dolaşaraq elə hey məni tərcümə edə biləcək birini axtarırdım. Eyni yolla, mən həmişə müjdəni qəbul edə biləcək bir adamı da axtarıram. Əlbəttə ki, adətən mən adamlara, bağışlayın, siz İngiliscə danışırsınız, sualını vermirəm. Əmin-amanlığa layiq olan adamı tapmaq üçün adamlara başqa suallar verirəm. Beləliklə, mən İngiliscə danışan bir nəfər tapmaq üçün bəlkə də 20-30 nəfərə müraciət etməli oldum. Sonra İngiliscə danışan bir adamı tapdım. Çox sevindim və ona bu sualları verməyə başladım. Ağrıyan yerin var? Hər hansı bir nahiyəndə ağrı hiss edirsənmi? Biz xəstələrə dua etmək üçün küçələrə çıxmışıq. O dedi, xeyr, mən ateistəm. Mən nə dinə, nə də Allaha inanmıram. Mən əvvəlcə öz-özümə fikirləşdim. Nəhayət ki, İngiliscə danışan birini tapa bildik. O da ateistdir. Bununla belə, mən düşündüm ki, həmişə deyilənlərin hamısına inanmaq lazım deyil. Çünki insanların bu və ya başqa sözləri söyləməkləri üçün bir səbəbləri olur. Bu insan ateist olduğunu söyləsə də, əslində bunun nə olduğunu anlamır. Mən bunu çox aydın hiss elədim. Ona dedim, sən özünü ateist adlandırırsan. Çünki hələ Allahla görüşməmsən. Allahla görüşsən, onu tanısan, yenə də ateist olduğunu israr edəcəksən. O mənə baxıb soruşdu. Necə yəni Allahla görüşmək? Sən nə demək istəyirsən? Allahla necə görüşmək olar? Mən ona dedim. Əlbəttə, Allahla görüşə bilərsən. Öz həyatımdan çoxlu şəhadətlərlə paylaşdım. İki qız bizə yaxınlaşdı. Bu zaman mən dediklərimin sadəcə sözlər olmadığını ona nümayiş etdirmək istədim. Mən həmin adama dedim. Mənim üçün tərcümə edərsən? O razı oldu. Mən o iki qızı dayandırıb onlardan soruşdum. Sizi bir dəqiqəlik narahat etmək olar? Məlum oldu ki, onlardan heç biri xəstə deyil. Bu səbəbdən biz onları tərk elədik. Daha sonra həmin adam mənə baxaraq dedi, siz həqiqətən öz dediklərinizə inanırsınız? Mən də cavab verdim ki, bəli, əlbəttə ki, mən inanıram. O isə dedi, mən buna əmin olmaq istəyirəm. Ona belə dedim, tamam, amma sən tərcümə ilə mənə kömək etməlisən. O dedi, oldu. Sonra o mənim qolumdan tutub dedi, mənimlə gəl. O məni çoxlu insanların oturduğu skamyanın yanına seçib gətirdi. O skamyada oturanlardan birinə müraciət etdi.
Əlbəttə, mən onun məhz nə dediyini bilmədim. Lakin o bir adamdan digərinə keçərək xəstə birisini tapmaq üçün hamını sorğulayırdı. Nəhayət, o bir adam tapdıqdan sonra məni yanına çağırıb dedi: "Bu adamın belində problemi var. Nəsə edə bilərsiniz? Bu cür vəziyyətdə olmaq çox möhtəşəmdir. Həmin oğlan üçün dua elədim. Heç bir şey baş vermədi. Mən yenə də dua elədim. Amma heç bir nəticə olmadı." Ateist dostum artıq gülümsəməyə başladı. Amma mən təslim olmaq istəmirdim və ona görə də 3-cü dəfə yenidən dua elədim. Lakin bu dəfə də heç nə baş vermədi. İndi tərcüməsi təkcə gülümsəmirdi, açıq-aşkar qəhqəhə çəkirdi. Mən səsimi qaldırdım. Allahım, yalvarıram axı, nə baş verir? 4-cü dəfə dua elədim. Bu dəfə oğlan tamamilə şəfa aldı. Mənim ateist dostum isə daha gülmürdü. Necə? Ayağa qalx. Haran ağrıyırdı? İndi daha heç yerin ağrımır. O həmin oğlanı yoxlamağa başladı. Yəni onu oturmaq, durmaq, əyilmək və s. bu kimi müxtəlif hərəkətlər etməyə vadar edirdi. Nəhayət onun şəfa tapdığına əmin olduqdan sonra bu dəfə gerçəkdən təəccübləndi. Sonra o mənim qolumdan tutub apardı. Beləliklə, o məni bir nəfərdən digərinin yanına aparırdı. Nəhayət, biz bir qrup gəncə yaxınlaşdıq. Həmin gənclər 10 nəfər idilər. Onlardan 5-i düz gözümüzün qarşısında bir-birinin ardınca şəfa tapdılar. Mən həmin gənclərə müjdəni izah elədim. Mənim dostum onlar üçün hər şeyi tərcümə elədi. Nəhayət sonda o məndən soruşdu: "Sizdə olanı əldə eləmək üçün mən nə etməliyəm?" İndi o ateizmdən üz döndərmişdi. Yəni o daha ateist değildi. O artıq Allaha inanırdı və məndə olanı əldə eləmək üçün nə etməli olduğunu soruşurdu. Bu çox maraqlıdır. Çünki İsa bizə xəstələrə şəfa verməyi və müjdəni vəz etməyə tapşırıb. Əgər mən təkcə müjdəni vəz etsəydim, bu onu heç vaxt inandırmazdı. Çünki o həqiqətən də ateist idi. Allahla, dinlə heç bir əlaqədə olmaq istəmirdi. Amma insanların şəfa aldığını gördükdən sonra onun gözləri açıldı. Dostum məndə olanı əldə eləmək üçün nə etməli olduğunu soruşurdu. Onda mən ona müjdəni izah elədim və bu həqiqətən də ona toxundu. Bundan sonra mən getməliydim. Dostum da getməliydi. Amma ertəsi gün o mənə yenidən zəng edərək dedi: "Torbin, biz yenə də görüşə bilərikmi? Səninlə görüşmək istəyən və duaya ehtiyacı olan bir neçə dostlarım var. Sabaha gün elə həmin yerdə görüşdük. Bu dostum özü ilə 8 nəfər gətirmişdi və onlardan ikisi şəfa aldı. Siz bunu Türkiyədə çəkdiyimiz videoda görə bilərsiniz." Sonra mən onların hamısını kafeyə dəvət elədim. Çünki kafe bizim dayandığımız yerin lap yaxınlığındaydı. Biz həmin 8 nəfərlə birlikdə orada oturduq və mən onlara müjdəni izah elədim. Bundan sonra biz oradakı İmanlılar Cəmiyyətinə getdik. Çünki bizim toplantımız olmalıydı və biz orada başqa insanlarla görüşməliydik. Həmin 8 nəfərdən 6-sı da bizimlə gəldi. Toplantıdan əvvəl insanları kafeyə dəvət eləməyimin səbəbi isə onlara müjdəni izah eləmək idi. Belə ki, mən onlara indi İmanlılar Cəmiyyətinə getməliyik deyəndə 2 nəfər bizi tərk etdi. Çünki həmin 2 nəfər İmanlılar Cəmiyyətinə getmək istəmədilər. Bu həmişə belədir. Yəni bəzən insanları İmanlılar Cəmiyyətinə dəvət etmək yaxşı olur. Mən insanları İmanlılar Cəmiyyətinə dəvət etməməyi öyrətmirəm. Sadəcə onları hər hansı ictimai bir məkana, evə və ya onların getməyə adət elədikləri yerə dəvət eləmək daha asandır. Beləliklə, həmin gün mən 6 nəfərlə İmanlılar Cəmiyyətinə gəldim. Onlardan əmin-amanlığa layiq olan həmin o adam isə 6 nəfəri gətirmişdi. Yəni biz İmanlılar Cəmiyyətinə gələndə o öz 6 dostu ilə birlikdə gəldi. Mən onların hamısını bir-birinin ardınca ayrı otağa apardım və orada hər biri üçün dua elədim. Maraqlıdır ki, həmin ateistlərdən biri üzərində siqaret çəkərək poker oynayan mələk şəkli olan bir köynək geyinmişdi. Başqa bir oğlan isə mən iblisin şəkli olan köynək geyinmiş oğlan üçün dua edərkən yalvarırdım ki, müqəddəs ruh ona toxunsun və bu zaman mən sadəcə olaraq nəzərlərimi şəkildən mənə baxan şeytanın düz gözlərinə zilləmişdim. Mən beləcə təkrar edirdim: onu tərk et, İsa'nın adı ilə onu tərk et. Beləliklə, Allah həmin gün çox möhtəşəm işlər gördü. Onlardan artıq 3 nəfəri vəftiz olunmağa hazırlaşırlar. Tapdığım tərcüməçi
və onun iki dostu da artıq həyatlarını İsa'ya həsr eləməyə və vəftiz olmağa hazır idilər. Beləliklə, bu çox möhtəşəm bir gün idi. Allah sadəcə olaraq nə etmək lazım gəldiyini və bizdən nə istədiyini göstərdi. Küçədə məni tərcümə edə biləcək bir nəfər axtarırdım. Həmçinin onun əminamanlığa layiq olan bir adam olmasını istəyirdim. Allah həmin gün görüşmək üçün məhz onun istədiyi adamı axtarmağı arzulayırdı. Həmin adam gələndə ateist olduğunu dedi. Lakin mən qorxmadım. Çünki keçən dərsimizdə Luka 4-cü fəsildə bölüşdüyümüz kimi İsa Samariyaya gedir. Orada İsa məhz lazım olan Samariyalı qadınla görüşür. Beləliklə, İsa orada hər hansı zahiri şeylərə baxmırdı. O daha dərinə baxırdı. Məhsulun biçin üçün hazır olduğunu gördükdə əminamanlığa layiq olan bir adamı tapdı. Əsas məsələ bizim düşüncəmizdir. Mən saçları dibindən qırxılmış, böyük saqqalı olan həmin ateistlə rastlaşdım. Həmin ateistin zahirinə baxdıqda heç zaman onun əminamanlığa layiq olan bir adam olduğunu düşünməzsən. Bundan başqa o aydın dedi ki, Allaha inanmır və ateistdir. Amma məhz o öz dostlarına müjdəni çatdıran bir insan oldu. O öz dostlarının kampaniyasına yol açdı. Allah onlarla işləməyə başladı və işləməkdə davam eləyir. Mən insanları kilsəyə dəvət etməyin dedikdə, bunu heç də qadağan etmirəm. Demirəm ki, mütləq öz evinizdə və ya onun evində toplanmalısınız. Əslində bu, müqəddəs ruhun verdiyi istiqamət ilə olmalıdır. Məhz səmərə verən bir hərəkət olmalıdır. Haqqında söhbət apardığımız adamlara gəldikdə isə, məhz onların faydası üçün əvvəlcə kafeyə getmək, sonra isə kilsəyə getmək lazım idi. Artıq kilsədə onlar digər imanlılarla ünsiyyət qura bilərdilər. Digər vaxtlarda isə başqa cür etmək daha səmərəlidir. İndi bir İranlı emigrant haqqında başqa bir heyrətamiz şəhadəti sizinlə bölüşmək istəyirəm. Əvvəllər tanıdığım İranlı bir emigrant oğlan özünün 8 nəfərdən ibarət ailəsi ilə birlikdə suda vəftiz olunmaq üçün gəlmişdi. Yenə də görürük ki, İsa bu gün də eynidir. O sağdır. Müqəddəs ruh da daxilimizdə yaşayır. Biz Allahın padşahlığı barədə təkcə danışmaqla kifayətlənmirik. Əsas məsələ bina, proqramlar, işçi heyəti və büdcə deyil. Əsas məsələ həyatın özüdür. Bu canlı məsihçilikdir. İranlı oğlanın nümunəsində bunu çox aydın şəkildə görmək olar. Onun hekayəti belədir. 3 il əvvəl bu oğlan vəfat eləmişdi. O qəzaya uğrayıb həyatını itirdi. Öləndən sonra o elə bil ki, bədənindən çıxıb özünü yerdə uzanmış vəziyyətdə gördü. O, qardaşının qaçaraq oraya gəldiyini və onun bədəninin üzərinə əldiyini də gördü. Daha sonra hansısa kölgələr peyda oldular. Onu əhatəyə almış həmin kölgələrin çoxluğundan hər tərəf zirqaranlıq oldu və o daha nə özünü, nə də qardaşını görə bilmədi. Amma birdən hər tərəf nurla doldu. Bütün kölgələr yoxa çıxdılar. Bundan sonra o öz bədənində ayıldı. Sonradan taksi sürücüsü işləyərkən o öz avtomobilinin salonunda müqəddəs kitabı və həmçinin İsa filminin diskini də tapdı. Bundan sonra o həmin vaxt yanına gələnin İsa'nın özü olduğunu başa düşdü. Həmin oğlan öz həyatını İsa'ya həsr elədi. Lakin həmin vaxtlarda o digər məsihçilərlə hələ tanış deyildi. O deyir ki, tez-tez anlamadığı müxtəlif problemlər və məsələlərlə qarşılaşırdı. Bu zaman müqəddəs ruh ona toxunurdu. Allahdan yuxular görürdü. Yuxuda Allah ona lazım olan sözləri deyirdi. Beləliklə, Allah onun daxilində işləyirdi. O və onun yaxınları suda və müqəddəs ruhda vəftiz olunmaq istəyirdilər. Biz bu məqsədlə onlarla görüşdük. Və Allah hamımızı bir yerə topladı. Biz kiminsə evində və ya mənzildə oturub müjdəni danışır və dua eləyirdik ki, müqəddəs ruh onların üzərinə gəlsin. Onlara müjdəni danışdım. Yəni müqəddəs ruh tərəfindən hələ vəftiz olunmayan o insanlar artıq müqəddəs ruhla vəftiz olundular və dillərdə danışmağa başladılar. Bu zaman həmin İranlı oğlanın atası yerə sərildi. Onun ürəyində şiddətli ağrılar var idi. Çünki onun daxilinə cin girmişdi. Sonra onun atası ayağa qalxıb, ayaq yoluna qaçaraq orada qaytardı. Həmin an daxilindəki cin onu tərk elədi. Bundan sonra 8 nəfər suda vəftiz olundu və bütün bu baş verənlər çox möhtəşəm idi. Həmin İranlının şəhadətini video çəkmək istəyirəm ki, hamınız bunu görə biləsiniz.
Demək istəyirəm ki, biz İsa'nın tapşırıqlarına riayət edəndə tamamilə yeni bir həyat yaşamağa başlayırıq. Bugün bizim yaşadığımız həyat İsa'nın tapşırıqları üzərində qurulub. Getdikcə bu daha aydın olur. Sizinlə başqa bir şəhadətimi bölüşmək istəyirəm. Bir müddət əvvəl biz Cənubi Afrikaya səfər eləmişdik. Orada Allah dedi ki, bizim ailəmizdə dəyişikliklər baş verəcək və bu dəyişikliklər ailəmizin xeyrinə olacaq. Daha sonra Allah mənə söylədi ki, genişlənməyin vaxtı gəlib. Evlərində qonaq qaldığımız insanlar ailəmizə aid yuxular gördülər. Onlar yuxuda böyük və geniş pəncərələri olan yeni bir ev gördülər. Onlar Allahın bizi hansısa yeni bir məkana köçürtmək istədiyini anladılar. Mən bunu eşidəndə bildim ki, bizə geniş məkan ya da çox yer lazımdır. Bugünkü dərsimizin videosunda yenicə icarəyə götürdüyümüz evin zirzəmisində çəkirəm. Artıq elektron poçtuma gələn çoxsaylı məktublara cavab yaza bilmirəm. Həmçinin bizə edilən bütün dəvətlərdə qəbul edə bilmirəm. Bir sözlə, artıq tək başına baş verənlərin ötəsindən gələ bilmirəm. Bu səbəbdən də Allahın dediyi hər şeyi həyata keçirmək, məsələn, elə bu videoları hazırlamaq və sair işlər görmək üçün daha çox otaq olan bir ofisə ehtiyacım var. Biz elə bu şəhərdə başqa bir evi kiraya götürmək istəyirdik. Lakin həmin şəhərdə biz o qədər də çox insan tanımırıq. Çünki biz burada cəmi bir neçə ildir yaşayırıq. Bundan başqa, son ildə biz çoxlu səyahətlər etmişdik və başqa bir kirayə axtarırdıq. Keçən həftə isə anladıq ki, biz bu evi tapa bilmirik. Demək olar ki, hər dəfə kirayə üçün bir ev tapanda sanki önümüzdəki qapı bağlanırdı. Elə bil ki, müqəddəs ruh qarşımıza maneələr qoyurdu. Bu səbəbdən də keçən həftə biz tamamilə çaşqınlıq vəziyyətində qalmışdıq. Nə baş verdiyini heç cür anlaya bilmirdik. Həyat yoldaşım köçməyə tam hazır idi. O artıq imanla Allahın bizim üçün yeni bir ev hazırladığına ümid edərək bütün əşyalarımızı qutulara yığmışdı. Arvadım hara köçəcəyimizi bilmədən bütün ləvazimatlarımızı yığıb hazır idi. Keçən həftə biz Allaha dua edirdik. Rəbbim, biz nə edək? Bizim başqa bir evə ehtiyacımız var və bizimlə birlikdə işləmək üçün işçilər lazımdır. Bu zaman Allah bizimlə danışdı. Mən bunu heç zaman unutmayacağam, çünki bu möhtəşəm idi. Allah dedi, bu şəhərə köçün. O, yaşadığımız yerdən 2 saatlıq məsafədə yerləşən Danimarkanın başqa bir böyük şəhərinə getməyimizi söylədi. Biz bir-birimizə təəccüblə baxdıq. Başqa şəhərə köçmək, işə bir bax. Lakin həmin şəhərdə bizim çoxlu tanışlarımız və həmçinin uzun illər ərzində dostluq etdiyimiz insanlar da var idi. Lakin biz həmişə düşünürdük ki, biz indi burada yaşayırıq və bura elə bizim qalmalı olduğumuz yerdir. Amma qəflətən başqa bir şəhərə, böyük şəhərə köçməli olduq. Hər şey aydın oldu və mən bütöv mənzərəni gördüm. Ağlıma işi necə təşkil eləmək barədə müxtəlif fikirlər gəlirdi. Bəlkə biz belə edək. Ya bir başqa cür etməklə xidmətimizi genişləndirə bilərik. Ona görə də mən bu dəfə bizim şəhərdə deyil, Allahın göstərdiyi başqa bir şəhərdə ev tapmaq üçün internetdə axtarış apardım. Kirayə verilən və indi yaşamağa hazır vəziyyətdə olan 2 ev tapdım. Bu evlər bizə yarayırdı. Çünki həmin evlərdə həm biz özümüz yaşaya bilərdik, həm də otaqlardan xidmətimiz üçün istifadə edə bilərdik. Bu evlər hər iki məqsəd üçün yararlı idilər. Amma qiymətlər çox baha idi. Bu evlərdən birinə köçmək üçün $17.000, yəni 100.000 Danimarka kronu ödəmək tələb olunurdu. Amma bizdə 100.000 Danimarka kronu yox idi. Biz heç vaxt bu qədər pul ödəyə bilməzdik. Yaxşı, bəs onda biz nə edək? İnternetdə ikinci bir evdə tapmışdıq. İkinci ev daha ucuz idi. Bu ev də bizim üçün yaxşı idi. Biz elə bu evi icarəyə götürmək istəyirdik. Bu ev bir çox cəhətdən birinci evdən daha yaxşı idi. Amma iş burasındaydı ki, bizim nə bahalı, nə də ucuz ev üçün pulumuz yox idi. Lakin biz bilirdik ki, hər şey Allahın əlindədir. Sonra biz yatmağa getdik. Səhər yuxudan duranda mən telefonumu götürüb bank hesabımda nə qədər pulumun qaldığına baxmaq istədim. Bu zaman mən çox heyrətləndim. Sanki hesabımda nəyəsə düz deyildi. Hesabımla əvvəllər görmədiyim nəyəsə baş vermişdi.
Bu nə deməkdir? Məni sanki bir elektrik cərəyanı vurmuşdu. Hesabımda qalan pul adətən olduğundan bir rəqəm artmışdı. Bu ola bilməzdi. Sonra mən hesabımda olan əməliyyatlara nəzər saldıqda bizim hesabımıza 100.000 Danimarka kronu köçürdüyünü gördüm. Mən bütün bunların Allahın işi olduğunu anlayıram. Bəli, bu Allahın işidir. Mən həmin insanı tanımırdım. Yəni onunla bundan əvvəl danışmamışdım və bu insanın heç nədən xəbəri yox idi. Onun bizim planlarımızdan və başqa bir evə köçmək planlarımız barədə heç bir xəbəri yox idi. Bundan əvvəl bizə heç vaxt bu qədər çoxlu pul verilməmişdi. Bütün bunların arxasında Allahın dayanması açıq-aşkar görünürdü. Beləliklə, biz həmin şəhərə getdik və çox bahalı olan evə baxdıq. Həmin ev bizim xoşumuza gəlmədi. Sonra daha ucuz olan evə də baxdıq. 3 həftədən sonra oraya köçəcəyik. Biz yarım il gözləyib və lazımsız işlərlə məşğul olmayacağıq. Allah bizə nə isə etməli olduğumuzu deyəndə, biz onun həmin tapşırığını cəhd yerinə yetirməliyik. Beləliklə, biz bütün ləvazimatlarımızı toplayıb başqa şəhərə köçəcəyik. Bu bizim həyatımızın yeni bir səhifəsinin başlanğıcı olacaq. Hal-hazırda bizimlə bərabər oraya köçməyə və işlərimizdə yardımcı olmağa qərar almış bir neçə ailə var. Beləliklə, bu bizim hamımız üçün həqiqətən yeni bir başlanğıc olacaq. Hava limanı bizim yaşayacağımız evdən cəmi 10-15 dəqiqəlik məsafədə yerləşir. Mənə səyahət eləmək çox asan olacaq. Bir nəfər bu barədə eşidib mənə dedi: Torben, yadındadırmı? Sizi əvvəllər həmin şəhərdə qəbul etməmişdilər. Qəflətən mən anladım ki, doğrudan da bir neçə il əvvəl biz bu şəhərə köçmüşdük. O zaman həmin şəhərdə yaşayan insanlar bizi qəbul etməmişdilər. Oradakı xristianlar da bizim bu təlimi dinləmək istəmirdilər. Amma indi bizim həmin şəhərdə artıq çoxlu tanışlarımız var. Onlar deyirlər: qardaşlar, siz bizim duamıza olan cavabsınız və sizi burada gözləyirik. Biz öz şəhərimizdə müəyyən şeylərin baş verməsi üçün çox dualar eləmişik. Nəhayət, indi siz buraya gəlirsiniz. Biz sizinlə birgə çalışmaq istəyirik. Köçəcəyimiz şəhərdə adamların bizi yaxşı qəbul etmələri tamamilə aşkardır. İsa ayağınızın tozunu çırpın ifadəsində məhz bunu deyir. Əgər siz hər hansı bir şəhərə gəldikdə orada sizin dediyinizi qəbul etməsələr, ayağınızın tozunu çırpın və digər şəhərə keçin. Özü də burada söhbət təkcə insanlardan deyil, həm də şəhərlərdən gedir. Biz keçən həftə buna əmin olduq. Beləliklə, indi davam edirik. Yola çıxın və Allah özü sizin bütün ehtiyaclarınızı təmin edəcəkdir. Yəni, biz Allahın tapşırdığı işi aydın görməyə başlayanda, Allahın kəlamına tam uyğun edəndə Allah özü bütün təminatı verir. Allah bunu biz həmin işlərə başlamazdan əvvəl etmir. Ona görə ki, biz düzgün olmayan nə isə edə bilərik. Amma biz məhz lazım olan işi yerinə yetiriksə, o zaman Allah da öz tərəfindən lazım olanı edir. Beləliklə, İsa'nın burada verdiyi tapşırıqlar heç də ilahiyyət deyil. Bu həyatın özüdür. Bu bizim hər gün yaşadığımız həyatdır. İsa'nın bizə verdiyi tapşırıq məhz budur. Özü də bu hamı üçündür. Siz itayətlə İsa'nın tapşırıqlarını yerinə yetirməyə başlayanda möhtəşəm hadisələr baş verəcək. Son 3 həftədə mənim həyatımda olduğu kimi. Bunlar yalnız şəhadətlərin bir hissəsidir. Beləliklə, bunlar İsa'nın tapşırıqlarıdır. Mən həmçinin əminamanlığa layiq olan bir adamı tapmaq, eləcə də lazım gələndə ayaqlarımızın tozunu çırpmaq barədə də bir şəhadətimi sizinlə bölüşmək istəyirəm. Bir neçə il əvvəl mən əminamanlığa layiq olan bir adamla rastlaşdım. Bu əminamanlığa layiq olan bir adam xilas olmuş, suda və müqəddəs ruhda vəftiz olunmuş bir qadın idi. Bu qadın öz evini toplantılar üçün açdı və indi orada 20-yə yaxın adam toplantılarda iştirak edir. Həmin qadının bir qardaşı var. Bir dəfə o qadın məni dəvət elədi ki, qardaşı ilə Allah barədə söhbət edim. Mən oraya getdim və oturub qardaşı ilə söhbət eləməyə başladım. Amma hiss edirdim ki, o mənim sözlərimi qəbul etməyə hazır deyil. Mən qadının qardaşına deməli olduğum sözləri deyib, başqa bir nəfərə və sonra isə digər insanlarla söhbətə keçdim. Həmin gün sözlərimi eşitməyə hazır olan digər əminamanlığa layiq olan adamları aşkar elədim. Bir il sonra mən yenə həmin qadının qardaşı ilə danışdım. Mən orada iştirak edənlərin hər birindən toplantıya gəlmələrinin səbəbini soruşdum.
Onlar bu tərzdə cavab verirdilər. Mən sizin videolara baxmışam. Mən öz imanımı canlandırmaq istəyirəm. Qadının qardaşı isə mənə dedi: İsa'ya ehtiyacım var. Daha belə yaşaya bilmirəm. Lazım olduğu kimi yaşamağa çalışdım. Amma alınmadı. Mənə bağışlanma lazımdır. Mənə İsa lazımdır. Bu çox inandırıcı səslənirdi. Belə baxanda o həmin insan idi. Lakin indi o tövbə elədi və suda vəftiz olundu. Sonra müqəddəs ruhda da vəftiz olundu. Həmin gündən onun həyatı dəyişdi. Amma bir il bundan öncə biz onunla elə hey danışmağa davam etsəydik, o qəbul etməyə hazır olmayacaqdı. Bu sonsuz söhbətlərin ona heç bir xeyri olmayacaqdı. Əksinə, o deyə bilərdi: bəsdir, mən daha bu haqda eşitmək istəmirəm. Amma biz müqəddəs ruha itaətli idik. Yəni biz həmin adama müəyyən şeyləri söylədik. Sonra müqəddəs ruha onun üzərində çalışmağa imkan verdik. Müəyyən bir vaxt keçdikdən sonra o İsa'nı qəbul etməyə hazır oldu. Bəzən insanlara vaxt vermək lazımdır. Onlar öz işlərini itirməlidirlər. Müəyyən dəhşətli çətinliklər yaşamalıdırlar ki, sonra qəfildən oyansınlar. Yaxud da müəyyən bir vaxt keçməlidir ki, onlar eşitdikləri barədə düşünə bilsinlər. Məhz elə həmin vaxt Allah onların üzərində işləyir. Mən deyəndə ki, tozu çırpıb irəli davam etmək lazımdır. Bu heç də həmin insanların həmişəlik lənət altında olduqları demək deyil. Onları sakitlikdə buraxmaq deməkdir. Qoy müqəddəs ruh onların üzərində çalışsın. Biz isə onlar üçün dua etməklə bərabər sadəcə digər insanlarla işləməliyik. Sonra biz yenidən görüşəndə onların İsa'nı qəbul etməyə hazır olduqlarını görəcəyik. Əminamanlığa layiq olan elə adamlar var ki, onlar əvvəlcədən ruhani həyat barədə heç bir təsəvvürə malik olmurlar. Lakin müqəddəs ruhun onların üzərində işləməsi nəticəsində sonda möhtəşəm nəticələr əldə edilir. Bir neçə il öncə məqalə axtararkən mən internetdə bir xristian səhifəsinə rast gəldim. Forumda Allah haqqında sual verən bir nəfəri gördüm. Mən sualı oxudum və öz-özümə dedim: bu mənə aid deyil. Sonra yenidən məqalə axtarmağa davam elədim. Lakin bu zaman müqəddəs ruh həmin sualı verənin əminamanlığa layiq olan bir adam olduğunu mənə dedi. Yenidən həmin foruma qayıtdım. Çünki əminamanlığa layiq olan bir adam üçün dua edib onu axtaranda onu tapmaq sizə asan olacaq. Müqəddəs ruha da sizi istiqamətləndirmək asan olacaq. Beləliklə, mən foruma geri qayıtmağın lazım olduğunu anladım. Sonra məqalə axtardığımı tamamilə unutdum. O adamın sualını axtarmağa başladım. Onun müəllifi olan Dorothy adlı həmin qıza yazdım. Salam Dorothy, mən saytda sənin sualını gördüm. Kimsə artıq sənin sualına cavab verib? Dorothy dedi: xeyr, hələ cavab verən olmayıb. Sizin bu haqda yazdığınıza təəccüblənirəm. Çünki həmin sualı 8 ay bundan öncə yazmışam. Mən dedim: yaxşı. Və həmin qızla yazışmağa başladım. Mən onun kim olduğunu bilmirdim. Həmin qız da mənim kim olduğumu bilmirdi. Qız dedi ki, Allaha inanır və o xristiandır. Lakin Danimarkada çoxlu insan yaşayır və onlardan hər biri hansısa rəsmi bir kilsənin üzvü olduğu üçün özünü xristian adlandırır. Mən soruşdum ki, onun şəxsən Allahı tanımaq təcrübəsi olubmu? Qız cavab verdi: bəli, mən bu haqda hələ heç kimə danışmamışam. Bir neçə il öncə mən teleproqramda xəstələrin şəfa tapması üçün birbaşa televizordan dua edən bir nəfəri görmüşdüm. O zaman mən qulağıma eşitmə qurğusu taxırdım. Bu adam dua edərkən mən əlimi qulağıma qoydum. Lakin heç nə baş vermədi. Bununla belə mən hiss etdim ki, hamı çox ucadan danışmağa başlayıb. Beləliklə, mən taxdığım eşitmə qurğusunu yoxlatdırmaq üçün həkimin yanına getməyə məcbur oldum. Bu zaman məlum oldu ki, mən şəfa tapmışam və daha eşitmə qurğusuna ehtiyac yoxdur. Sonra mən bir çox il bundan öncə göstərilmiş televiziya verilişinin internet bağlantısını həmin qıza göndərdim. Həmin televiziya verilişində mən şəfa üçün dua etmişdim. Qız verilişi görüb dedi: bəli, bu siz idiniz. Mən ondan harada yaşadığını və onunla görüşə biləcəyimi soruşdum. Məlum oldu ki, qız mənim evimdən 15 dəqiqəlik bir məsafədə yaşayır. Allahın həmin qızı tapmağım üçün məni bu internet saytına gətirməyə çox aydın idi. Sonra mən həmin qız və onun dostu ilə görüşdüm. Onlar tövbə elədilər və xilas oldular. Bundan sonra onlar həmçinin suda vəftiz olundular. Müqəddəs ruhu da qəbul elədilər. Dorothy həqiqətən əminamanlığa layiq olan bir adam idi.
O super müjdəçi olmasa da, öz dostları və qohumlarına yol göstərən bir şəxs idi. Bizə bu cür insanları aramaq lazımdır. Bizə heç də super müjdəçilər yox, münasib insanları tapmaq lazımdır. O qız ünsiyyətdə olduğu insanlara yol göstərən bir şəxs oldu. Çünki bir neçə gün sonra Dortenin vasitəsilə mən Facebookda onun bacısı ilə söhbət elədim. Onun bacısı əvvəl İslam dinini qəbul eləmişdi. Mən Dorteni tanıdığım üçün onun bacısına yaza bildim. O da mənə cavab verdi. Mən Dortenin bacısına yazdım ki, Danimarkalı bir qızın radikal İslamçıya çevrilməsini heç cür anlaya bilmirəm. Bacısı cavabında mənə nə isə yazdı. Anladım ki, Dortenin bacısı yalnız bir din axtarışındadır. Xristianlıq haqqında ona məlum olan yalnız ənənəvi Lüteran kilsəsi idi. Mən ona yazdım ki, sənə həyatında lazım olan şəxs yalnız İsadır. O mənim kitabımı oxudu və xilas oldu. Dortenin bacısı bizim yanımıza gəldi və biz onu vəftiz elədik. O qız tam dəyişdi. İndi isə mən sizə vəftiz elədiyim yeri göstərmək istəyirəm. Çünki Danimarkada çox zaman soyuq olur və hər zaman açıq havada insanları vəftiz eləmək mümkün deyil. Bağçamızda biz yağış suyunun yığıldığı böyük bir vedrə tapdıq. İnsanların həmin bu vedrədə vəftiz edirik. Bu çox rahatdır. İnsanlar onun içinə girib çömbələrək suyun altına girirlər. Onlar başlarını tamamilə suyun içinə salır, sonra isə ayağa qalxırlar. Bəzən biz bu böyük vedrəni həyətdə su ilə doldururuq. Amma həyətdə çox soyuq olanda biz bu vedrəni evə gətirib onu duşdan gələn su ilə doldururuq və sonra hamamda vəftiz edirik. Əlimizdə olan vasitələrdən istifadə etməliyik. Həmin Danimarkalı müsəlman qızı elə bu su vedrəsində vəftiz etmişdik. Sonra isə biz təlim verməyə başladıq. Biz onları bir kilsəyə aparıb oradakı skamyada oturmağı öyrətmədik. Çünki belə adamlar heç nə eləmirlər. Xeyr. Bunun əvəzinə biz onları öyrədirdik. Bir neçə həftədən sonra Dorte və onun dostu Filip belə yazdılar. Təsəvvür edirsiniz, bugün Dortenin digər bacısı öz əri ilə tövbə eləmək və suda vəftiz olunmaq istəyirlər. Biz onların müqəddəs ruhla vəftiz olunması üçün dua edəcəyik. Onlar cəmi bir neçə həftə idi ki, məsihçi olmuşdular. İndi isə artıq onlar özləri digərlərini vəftiz etməyə hazırlaşırlar. Növbəti gün mən onlarla danışdım. Onlar dedilər, ah bu çox möhtəşəm oldu. Biz onları vəftiz etdik. Onlar sudan çıxandan sonra biz otaqda oturub birlikdə dua elədik. Bu zaman müqəddəs ruh onların üzərinə indi. Dortenin bacısı ilə əri dillərdə danışmağa başladılar. Bu mənə çox xoşdur. Çünki məhz elə bu şagird hazırlamaqdır. Mən onlardan sudan necə vəftiz elədikləri barədə soruşdum. Axı onların bizdə olan böyük su vedrələri yox idi. Onlar belə cavab verdilər. Biz onları bir zibil qabında vəftiz elədik. Biz Danimarkada zibil üçün bu cür qapaqlı qablardan istifadə edirik. Bu qablar vedriyə bənzəyirlər. Beləliklə, onlar belə bir zibil qabını evə gətirib onu təmizləyiblər. Onun içinə adam girə biləcəyini yoxladıqdan sonra bu qaba bir şlanq çəkib onu su ilə doldurublar. Onları həmin zibil qabında suda vəftiz etdilər. Mən isə dedim, möhtəşəm bir mənzərədir. Zibil qabından yeni insan olaraq çıxmaq. Sonra isə Dortenin qardaşı da tövbə elədi və xilas oldu. Çünki həmin ailədə onun üçün xüsusi olaraq dua edirdilər. Bir gün o mənə yazdı. Artıq 2 həftədir ki, yata bilmirəm. Mən günahlıyam. Mənə günahlarımın bağışlanması lazımdır. Bundan sonra o özü və onun rəfiqəsinin anası, qardaşı da xilas oldular. Beləliklə çox şeylər baş verdi. Mən elə gəlir ki, Dorte vasitəsilə təxminən 9 nəfər insan vəftiz oldu. Əvvəlcə onlar öz kilsələrində toplaşırdılar. Amma indi onlar müxtəlif yerlərdə işləyirlər. Bütün bunlar isə yalnız bir nəfər adamı axtarmaqla başlamışdı. Sonda isə Dorte və onun dostu Filip evləndilər. Mənə onların kəbinlərini kəsmə şərəfi qismət oldu. Sonra onun əvvəlcə müsəlman olan bacısı da öz dostu ilə evləndi. Daha sonra onun qardaşı da evləndi. Bir ildə bizdə 3 toy oldu və mən hər 3 cütlüyün kəbinlərini kəsib onları evləndirdim. Artıq onların bütün ailəsi ilə tanışam. Çünki hər 3 toy mərasimində mən onların hamısı ilə görüşmüşdüm.
Bütün bunlar ona görə baş verdi ki, mən əminamanlığa layiq olan bir adam axtarırdım. Beləliklə bir müddətdən sonra bütün bu insanların hamısı və onların dost-tanışları da bir imanlılar cəmiyyəti oldu. Dorten isə mən özümün böyük qızım hesab edirəm. O çox gözəl bir insandı. Filip isə ümumiyyətlə mənim çox yaxşı dostum oldu. Filip Pionerlər Məktəbinin dərslərini elektron poçtla bu dərslərlə maraqlananların hamısına göndərir. Bütün bunları məhz Filip edir. Bütün bunlar bir səbəblə baş verdi. Boş-boşuna, bilmədən, sadəcə bir nəfəri tapmaq məqsədi ilə gəzməyə əvəzinə mən İsa'nın tapşırığına itaət elədim. Mən əminamanlığa layiq olan bu adamın kim olduğunu bilmək və onu tapmaq üçün dua etməyə başladım. Mən əminamanlığa layiq olan bir adamı tapdım və nəticədə biz bütün bu insanlarla da görüşə bildik. Əgər mən Dorteni lap əvvəldə kilsəyə dəvət etsəydim və hər şeyi kilsədə etməyə çalışsaydım, nəticə olmazdı. Əvvəllər heç vaxt kilsədə olmadığı üçün çox güman ki, Dorte kilsəyə getməzdi. Dortenin müsəlman bacısı da heç bir kilsəyə getməzdi. Buna tam əminəm. Ona kilsədəki din lazım deyildi. Ona İsa lazım idi. Onlar İsa'nı və xilası bilmədikləri üçün öz bacı qardaşları ilə birlikdə istənilən yerə sərbəst gedə bilərdilər. Məncə, bu imanlılar cəmiyyətinin nə olduğunu tamamilə aydın göstərir. İmanlılar cəmiyyəti canlı bir orqanizmdir. İmanlılar cəmiyyəti əminamanlığa layiq olan bir adamı tapmaq deməkdir. Əminamanlığa layiq olan bir adamı tapandan sonra həmin bu bir nəfər vasitəsilə başqa insanlar da xilas tapacaqlar. Yəni, bu yolla müjdə yayılmağa başlayacaq. Başqa bir evdə olan görüş barədə bir şəhadət etmək istəyirəm. Bu qızla mən bir neçə il əvvəl görüşmüşdüm. Həmin qızın dizləri xəstə idi və o zaman o şəfa almışdı. O qız xilas olduqdan sonra suda vəftiz olundu. Müqəddəs ruhu qəbul elədi. Onun anası ənənəvi bir kilsəyə gedirdi. Anası imanlı olsa da müqəddəs ruhla hələ vəftiz edilməmişdi. Beləliklə, xilas olunmuş qızları vasitəsilə mən bu ailənin bütün üzvləri ilə tanış idim. Bir dəfə mən qızın anasına dedim, bəlkə siz bütün dostlarınızı və qohumlarınızı evinizə dəvət edəsiniz. Mən də gəlib onlara İsa haqqında danışardım. O isə dedi, xeyr, bu heç cür mümkün deyil. Çünki heç kim gəlməyəcək. Mən ənənəvi kilsəyə gedirdim. İllərlə öz dostlarımı oraya dəvət etmişəm, amma heç biri kilsəyə gəlmədi. Mən isə ona dedim, axı indi tam fərqli vəziyyətdir. Siz onları kilsəyə yox, əvvəllər dəfələrlə gəldiyi öz evinizə dəvət edirsiniz. Bu səbəbdən də onların sizin evinizə gəlib mənimlə görüşmələri çətin olmayacaq. Çünki onlar bundan əvvəl artıq sizin evinizdə olublar. Qızın anası dedi, yaxşı, mən elə belə də edərəm, amma inanmıram ki, onlar gəlsinlər. Beləliklə, qadın elektron post vasitəsilə onların hamısına yazıb, qızının necə şəfa alması, mənimlə necə tanış olması və bütün baş verənlər haqqında bildirdi. O dostlarına bildirdi ki, mən gəlib insanlar üçün dua edəcəm və onlara Allah barəsində danışacağam. Qadın həmin məktubu özünün 17 dostuna göndərdi. 16-sı gəldi. Qadın tamamilə çaşbaş qalmışdı. Biz hamımız qonaq otağında oturmuşduq. Və bu zaman orada olan bir qızdan cin çıxdı. Belə təkrar edirdim. Ondan çıx. İsa'nın adı ilə çıx. Mən ətrafdakı adamlara fikir verdim. Onlar hamısı heyrət içində idilər. Onlar sanki teatrda ilk sıradaymış kimi öz stullarında oturub bütün baş verənlərə baxırdılar. Mən isə dedim, bu cindir. Siz yəqin ki, bu barədə müqəddəs kitabda oxumusunuz. Mən yenə də cini qovmaqda davam etdim. Bu zaman cin qızdan çıxdı. Həmin an müqəddəs kitab orada iştirak edənlərin hamısı üçün canlı bir kitab oldu. Çünki bütün bunlar onların gözləri qarşısında baş verdi. Beləliklə, Allah onların üzərində çalışmağa başladı və heç də az iş görmədi. İsa Məsihin dediyi sadə sözləri yerinə yetirməyə başlasaq, elə biz də eyni hadisələri yaşayacağıq. Heyrətamiz şeylərin baş verdiyini görəcəyik. Yəni, biz Allahın bizimlə olduğunu görəcəyik. Bəlkə sizin insanların suda vəftiz etməniz üçün zibil qabınız yoxdur. Türkiyədə biz insanları vannada vəftiz edirdik. Yəni sizin bunu necə etməyiniz önəmli deyil. Sadəcə bunları edin.
Bu İsa'nın bizim yerinə yetirməyimiz üçün verdiyi sadə tapşırıqlardır. Beləliklə biz nə etməliyik? Şəxsən mən nə etməliyəm? Biz tapşırığı icra etməliyik. Bu məhsulun biçinə hazır olduğunu görməliyik. Bilməliyik ki, bunun üçün bizə lazım olan hər şey bizdə var. Dua etməliyik ki, Allah məhsulun biçini üçün işçilər göndərsin. Sonra isə biz özümüz də məhsulu biçməyə getməliyik. Biz məhsul biçininə çıxdıqda Allahın bizim qayğımıza qaldığını görəcəyik. Biz əminamanlığa layiq olan bir adamı tapmaq üçün dua etməliyik. Sonra onu axtarmalıyıq. Bu əminamanlığa layiq olan bir adamı tapana qədər biz İsa'nı qəbul etməyə hazır olmayan çoxlu insanlarla rastlaşacağıq. Bu zaman biz ayaqlarımızın tozunu çırpıb növbəti bir insana tərəf getməliyik. Lakin siz həmin adamı tapdıqda Dorte kimi, o da sizi çoxlu adamlarla tanış edəcək. Onlar bizim imanlılar cəmiyyətimiz oldular. Bütün bunlar əminamanlığa layiq olan təkcə bir adam vasitəsilə baş verdi. Beləliklə bizim bütün bunları icra etməyimiz çox vacibdir. İsa'nın bizim icra etməyimiz üçün dediyi daha bir tapşırıq var. Mən burada yazmışam. Biz etməliyik. Biz nə etməliyik? İsa'nı qəbul etməyə hazır olan və daha çox eşitmək istəyən insanları tapdıqda biz nə etməliyik? Biz onları tapdıqda nə etməliyik? Biz insanlara tövbə etmələri üçün kömək etməliyik. Mən burada bunu yazmışam. Biz bu cür insanları tapdıqda onların tövbə etmələri və Allaha iman gətirmələri üçün kömək etməliyik. Əgər biz onlara tövbə haqqında danışmasaq, onlar necə tövbə edə bilərlər? Biz onlara günahdan danışmasaq, onlar günahlarından tövbə edə bilməyəcəklər. Ona görə də Pionerlər məktəbində mən müjdəni necə düzgün vəz etmək barəsində danışmışam. Bu zaman mən bunu necə eləmək lazım olduğunu göstərdim. Pionerlər məktəbində mən xəstələrə şəfa vermək, şagirdlər hazırlamaq və küçələrdə necə çalışmaq öyrətmək üçün lazım olan bütün üsullar haqqında danışmışam. Çünki biz təkcə ilahiyyəti öyrənməməliyik. Biz bunları məhz yerinə yetirməliyik. İşləməyin vaxtı gəlmişdi. Yəni biz insanların tövbə eləməsinə kömək etməliyik. Çünki onlar özləri bunu etməyəcəklər. Onlar suda vəftiz olunmalıdırlar. Yəni belə deyək, biz şəxsən özümüz onları suda vəftiz eləməliyik. Mən bunu bir nümunə ilə göstərmək istəyirəm. Onda məhz niyə bizim və sizin bu işlə məşğul olmağımızın lazım olduğu sizə aydın olacaq. Təsəvvür edin ki, mənim tövbə etməyə hazır və xilas olmaq, həmçinin də suda vəftiz olunmaq istəyən bir tanışım var. Beləliklə, o müjdəni hələ çox az eşidib və suda vəftiz olunmaq istəyir. Mən isə ona belə deyirəm. Lap yaxşı, get vəftiz ol. Sənə hər cür xeyir dua diləyirəm. Sağ ol. Əgər mən təcrübəsiz bir adama belə desəm, o zaman onun vəftiz olunma ehtimalı nə qədər olacaq? Düşünürəm, bu ehtimal demək olar ki, 0 olar. Çünki o gedib özünü vəftiz etməyəcək. O sadəcə bunu etməyə bacarmayacaq. Çünki ümumiyyətlə vəftiz etməyə bilmir. Çünki onun heç vəftizin nə olduğu barədə təsəvvürü belə yoxdur. Əlbəttə ki, biz heç vaxt və heç kimə belə demərik. Biz heç də belə demirik. Lap yaxşı, get, özünü vəftiz elə. Biz bilirik ki, bir nəfəri vəftiz etmək üçün onu vəftiz edən daha bir nəfər lazımdır. Beləliklə, biz onlara lazımıq. Çünki onlar öz-özlərini vəftiz edə bilməzlər. Tövbə etmək üçün də elə eyni üsul tətbiq olunur. Biz belə deməməliyik. Lap yaxşı, get və tövbə elə. Xeyr, belə olmur. Biz onların yanında oturub, onun əmri birgə müzakirə etməliyik. Yəni, onlara günahın nə olduğunu göstərməliyik. Gəlin onlara xoş xəbəri söyləməzdən əvvəl günah haqqında da danışaq. Bu yolla onlar günahın nə olduğunu biləcəklər və sonra da tövbə edəcəklər. Beləliklə, bundan sonra onlar bağışlanmanın da nə olduğunu anlayacaqlar. Biz onları həmçinin vəftiz etməliyik. Belə ki, onlar öz-özlərini vəftiz edə bilməzlər. Biz onları müqəddəs ruhda da vəftiz etməliyik. Beləliklə, əgər söhbət xilasdan gedirsə, bu bizim etməli olduğumuz 3 sadə addımdır. İndi siz hələ bu 3 sadə addımı atmamış insanları tapmalı və bunları etmək üçün həmin adamlara kömək etməlisiniz. Bəlkə onlardan biri artıq hansısa bir kilsənin üzvüdür. Əgər siz kilsəyə gələn, lakin müqəddəs ruhda vəftiz olunmayan və ya hələ suda vəftiz olunmamış insanları tanıyırsınızsa, o zaman onlara kömək edin ki, bu addımları atsınlar. Gözləməyin.
Bunu icra edin. İsa sizi bunu etməyə əmr edir. Həmin adamları tapın. Onlarla oturub danışın və nə lazımsa edin. Çünki İsa bunları etməyi bizə tapşırıb. Beləliklə, bu tapşırıqları yerinə yetirin. Bizi əhatə edən insanlar tövbə edib, suda vəftiz olub və müqəddəs ruhu qəbul edəndən sonra onlarla bunları etməliyik. Biz onlara İsa'ya itaət edərək yaşamağı öyrənməkdə kömək etməliyik. Beləliklə, onları kickstart edib, onlara öyrətməliyik ki, onlar sərbəst olaraq xidmətə başlasınlar. Bu səbəbdən də biz əmin-amanlığa layiq olan bir adamı gördükdə tövbə etməkdə kömək etməliyik. Daha sonra isə onu suda və müqəddəs ruhda vəftiz etməliyik. Biz onunla birgə oturaraq İsa'ya necə itaət etməyi öyrədirik. Yaxud da, əgər siz özünüz hələ bunları tətbiq etməyi yaxşı bilmirsinizsə, o zaman ona Pionerlər məktəbinin dərslərinə baxmağı tövsiyə edə bilərsiniz. Bu onun üçün yaxşı bir başlanğıc ola bilər. Lakin mütləq bütün burada yazılanları onunla birlikdə keçin. Həmçinin İsa'nın onun icra etmələri üçün verdiyi tapşırıqlar barəsində danışın. Bu yolla siz onu kickstart edib xidmətə başlaya bilməsi üçün yetişdirəcəksiniz. Bu zaman o təkcə xəstələrə şəfa verməklə kifayətlənməyəcək. Həmçinin müjdəni də yaymağa başlayacaq və insanları suda vəftiz eləyəcək. Beləliklə, o əmin-amanlığa layiq olan bir adam axtarıb tapacaq və insanların tövbə etmələrinə də yardımcı olacaq. Bir sözlə, o, lazım olan bütün işləri görəcək. Biz bütün bunları etsək, daha sonra bir gün İsa'ya itaətli olan çoxlu adamların olduğunu görəcəyik. Həmin adamlar əmin-amanlığa layiq olanları axtarıb tapacaqlar. Ruhən böyüyəcəklər. Onlar xəstələrə şəfa verəcək. İnsanlara tövbə etməyə kömək edəcək. Onları suda və müqəddəs ruhda vəftiz edəcəklər. Daha sonra onlar insanları öyrədərək onları məhsul yığmağa göndərəcəklər. Beləliklə, hərəkat məhz bu cür böyüməyə başlayacaq. Bir daha təkrar edirəm. Əgər siz əvvəllər bunları etməyə heç vaxt cəhd etməmisinizsə, cəhd edin, indi başlayın. Bir müddət əvvəl mən İsveçdə bir nəfərlə görüşmüşdüm. O hələ özü adamlara şəfa vermək üçün kickstart olunmamışdı. Bir gün bizə kömək lazım oldu. Ona dedim, sən gedib bir nəfərə kickstart verməlisən. O isə mənə dedi, axı mən hələ özüm kickstart olunmamışam. Mən dedim, bu önəmli deyil, bunu sonra edə bilərsən. Beləliklə, o mən dediyim adamı küçəyə apardı və bir xəstə üçün dua etməyi ona tapşırdı. Xəstə şəfa aldı. Yəni kickstart olunmamış bir nəfər bir başqasına kickstart verdi. Elə bu səbəbdən də bizim heç bir bəhanəmiz ola bilməz. Biz İsa'ya qulaq asmalıyıq. Mən sizə Türkiyədə çəkdiyim kiçik bir videonu göstərmək istəyirəm. Siz buna baxmalısınız. Bu video Türkiyədə Allahın padşahlığı adlanır. Orada bir çox hadisələr görmək olar. Məsələn, epizodların birində mağazada qolu sarıqlı bir insan üçün dua etməyimiz göstərilir. Həmin adam şəfa alır. Bizimlə tərcümə etməyə dəvət etdiyimiz bir qız var idi. Mən o qıza dedim, indi isə sənin növbəndir, dua elə. O dua elədi və həmin adamın ayağı da şəfa aldı. Mən ondan soruşdum, sən əvvəllər şəfa üçün dua etmisən? Qız cavab verdi, bəli, etmişdim. Lakin heç kim şəfa tapmamışdı. Bəs nəyə görə insanlar əvvəl şəfa tapmamışdılar? Çünki indi o qız həmin mühitdə idi. Mən bunu necə etməyi o qıza göstərdim. O şəfa almış adamı gördü. Bu hadisə onda iman yaratdı. Əvvəllər o şəfanın ola biləcəyinə yalnız ümid edirdi. Amma indi qız bilirdi ki, indi şəfa baş verəcək. Belə də oldu. Sonra həmin qız başqa insanlar üçün də dua elədi. Onlar da şəfa aldılar. Sizə bir videodan kiçik bir hissəni göstərmək istəyirəm. Orada 8 yaşlı bir uşaq var idi. Onun atası məndən xahiş elədi ki, mən həmin uşaq üçün dua eləyim. Çünki o müqəddəs ruhla vəftiz olunmaq istəyirdi. Mən təəccübləndim. Axı oğlanın cəmi 8 yaşı var idi. Dedim, yaxşı dua edək. Bu videoda adamlar üçün necə dua etdiyimi görəcəksiniz. Allah qüdrətlə hərəkət edir. Uşağın əllərindən tutdum və ona tövbə duasını söyləməyə kömək elədim. Sonra isə mən dua elədim ki, müqəddəs ruh onun üzərinə gəlsin. Siz videoda görəcəksiniz ki, mən dillərdə dua edən zaman müqəddəs ruh oğlanın üzərinə indi. Onun ağzından bu çox aydın görünür. Videoya baxarkən siz onun ağzına və üzünə diqqət yetirin. Siz müqəddəs ruhun həmin uşağın daxilinə necə nüfuz etdiyini və onun ruhda iç sözlərini dediyini görə biləcəksiniz. Adın nədir? Nate. İsanı sevirsən? Bəli. İndi sənin üçün dua edəcəyəm. Burada dayan.
Sadəcə gözlərini yum, rahat ol. Mənim ardımca bu duanı təkrar elə. Allahım, mən sənə inanıram. İsa, mən sənə inanıram. İndi səndən xahiş edirəm ki, öz müqəddəs ruhunla gəlib məni doldurasan və məni vəftiz edəsən. Eləndi. Müqəddəs ruh, onu doldur. Uca səslə danış. Hiss elədin, müqəddəs ruh gəldi. Müqəddəs ruh onun daxilinə gəldi. İndi o cəsarətlə, uca səslə dillərdə dua eləməlidir. Özünü necə hiss elədin? Əla, əla, gəl səni qucaqlayım. 8 yaşlı bu oğlan elə indicə müqəddəs ruhla vəftiz olundu, şükür. Elə indicə siz mənim bunu necə etdiyimi gördünüz. Əvvəllər bunu etməmişsinizsə, mənim elədiyim kimi siz də eləyin. Yanınızdakı adamın əllərindən tutun. Deyin, rahat olsun. Belə dua eləsin. Allahım, məni xilas elə. Öz müqəddəs ruhunla gəl və məni azad elə. Mənə müqəddəs ruh ver. Əsas sözlər deyil, əsas ürəkdir. Onlarla dua edin. Sonra onlar üçün dillərdə dua edin. Müqəddəs ruhun onların daxilinə necə nüfuz etdiyini görəcəksiniz. İsa'nın tapşırıqları bunlardır. Biz bunları yerinə yetirməliyik. Baxın, biz bunları icra etməliyik. Biz məhsulun biçininə çıxmalıyıq. Sonra biz əmin amanlığa layiq olan bir adam axtarıb tapmalıyıq. Allahdan sizi istiqamətləndirməsini diləyin. Bu olduqca vacibdir. Diqqətli olun. Hər gün bu haqda dua edin. Əmin amanlığa layiq olan bir adam axtarıb tapmalıyam deyə bunu arzulayın. Onda mənimlə baş verdiyi kimi sizdə də olacaq. Türkiyədə rastlaşdığım həmin tərcüməsim kimi bir nəfəri tapacaqsınız. Yaxud bizim vəftiz etdiyimiz həmin İranlı emigrant kimi biri ilə rastlaşacaqsınız. Sadəcə dua eləyin, hazır olun. İsa'nın dediyi kimi insanlara tövbə etməyə, suda və müqəddəs ruhda vəftiz olunmalarına kömək eləyin. Əgər bütün bunları tək başına etmək sizə çətindirsə, o zaman başqa insanları tapın. Bu sadədir. Bunu tək etməməlisiniz. Tanıdığınız bir və ya 2 məsihçini tapın. Sonra onlarla görüşün. Təlimi birlikdə araşdırın. Bundan sonra isə onlara təklif edin. Gəlin bütün bunları eləyək. Sonra bu sadə addımları ataraq başlayın. Siz bu sadə addımları atarkən, İsa da işin onun payına düşən hissəsini edəcək. Yəni İsa öz imanlılar cəmiyyətini quracaq. Çox vaxt biz imanlılar cəmiyyəti və bu cəmiyyəti necə qurmaq barədə danışırıq. Amma isə bizə imanlılar cəmiyyətini qurmağı tapşırmayıb. O bizə məhz bütün bunları tapşırır. Biz bunları edəndə İsa da öz imanlılar cəmiyyətini quracaq. Bu çox maraqlıdır. Çünki imanlılar cəmiyyəti canlı bir orqanizmdir. Dortenin nümunəsində gördüyümüz kimi. Bəzən biz bir neçə insanla rastlaşırıq. Onlar öz evində toplantılar təşkil edirlər. Nəticədə evdə olan yeni imanlılar cəmiyyəti yaranır. Bəzən isə imanlılar cəmiyyəti başlayır, lakin dayanır və böyümür. Digər qruplara keçir və böyüməyə başlayır. Yaxud da mövcud olan imanlılar cəmiyyəti ilə birləşir. Bəzən isə belə imanlılar cəmiyyəti bir neçə hissəyə bölünür. Yəni burada heç bir ümumi qayda yoxdur. Biz buna nəzarət etməməliyik. İmkan verməliyik ki, müqəddəs ruh özü bütün bu prosesi idarə eləsin. Bizə imanlılar cəmiyyətlərini təşkil etmək tapşırılmayıb. Bizə şagirdləri hazırlamaq tapşırılıb. Məhz bu şagirdlərdən istifadə edərək İsa öz cəmiyyətini quracaq. İmkan verin ki, bu cəmiyyət İsa'nın istədiyi kimi inkişaf eləsin. İnsanların sizin kilsəyə və digər kilsələrə aid olduqları barədə çox düşünməyin. İsa özü öz imanlılar cəmiyyətini quracaq. Sizə bir tapşırıq vermək istəyirəm. İsa qayıdacaq və siz onun qarşısında dayanacaqsınız. Bu zaman İsa sizdən onun sizə verdiyi tapşırıqları necə yerinə yetirdiyi barədə soruşacaq. Öz vəzifənizi necə yerinə yetirmisiniz?
Bəzən İsa sərt sözlər deyir. Məsələn, Luka 6:46-da İsa deyir: "Nə üçün məni ya Rəbb, ya Rəbb deyə çağırırsınız, amma dediklərimə əməl etmirsiniz?" Məhkəmə günündə bir çoxlarınız təəccüb içində qalacaq. Çünki bəziləri Allahın verdiyi talantı torpağa bastırmışdılar. Onlar İsa'nın sözlərinə itaat etməyiblər. Etinasızlıq etməyək. Bu çox vacibdir. İsa'nın tapşırıqlarını yerinə yetirmək çox vacibdir. Bir gün gələcək, hamımız Allahın və İsa'nın qarşısında duracağıq. Sizə bir tapşırıq vermək istəyirəm. Təsəvvür edin ki, siz İsa'nın qarşısında deyil. Məsələn, 2 aydan sonra siz mənim qarşımda dayanacaqsınız. Sizə verdiyim tapşırıq isə budur. Bu, bizim Pionerlər məktəbinə baxanların hamısına aiddir. Bu gündən başlayaraq mən sizə 2 ay vaxt verirəm. 2 aydan sonra Pionerlər məktəbinə baxanların hər birinə mən məktub göndərəcəm. Özü də mən bu məktubları hər 2 ayın sonunda göndərib sizin nə işlər gördüyünüz barədə soruşacağam. Siz hansı işləri görmüsünüz? Arxamdakı lövhədə yazılmış bu sadə tapşırıqları necə yerinə yetirmisiniz? Mənə nəticələr lazımdır. Təsəvvür edin ki, 2 ay keçib və mən sizinlə görüşürəm. Bu gündən başlayaraq 2 ay müddətində siz İsa'nın tapşırıqlarına itaat edin və bu sadə addımları yerinə yetirin. Lap elə indidən başlayın. Nə edəcəksiniz? Özünüzə bu sualı verməklə başlaya bilərsiniz. Mənim birlikdə çalışa biləcəyim məsihçi dostlarım varmı? Sonra siz onlarla görüşüb vəziyyət barədə öz düşüncələrinizi onlarla paylaşacaqsınız. Daha sonra siz özünüzə sual verin. Kilsəyə getməyinə baxmayaraq hələ də suda vəftiz olunmayan dostlarım varmı? Bəs müqəddəs ruhla hələ də vəftiz olunmamış bir kimsə varmı? Kim hələ tövbə eləməyib? Sonra siz onları axtarıb tapırsınız və həmin dostlarınızla görüşüb müvafiq mövzulara aid hər şey barədə söhbət edirsiniz. Suda vəftiz mövzusunda olan Pionerlər məktəbinin dərsi onlarla birlikdə araşdıra bilərsiniz. Onlar hər şeyi anlayıb qəbul etdikdən sonra siz onları suda vəftiz edə bilərsiniz. Kimin nəyə ehtiyac olduğunu aşkar edərək onları bu addımlardan keçirin. Tanışlarınızdan kimə kickstart lazımdır? Onlarla görüşün, söhbət edin və onlara kickstart verin. Sözünüzü qəbul etmək istəməyən insanlarla rastlaşdıqda isə sadəcə ayaqlarınızın tozunu çırpın və dediklərinizi qəbul edən növbəti bir insana keçin. Siz məhz bu üsulla məsihçiləri öyrədərək şagird hazırlaya bilərsiniz. Eyni zamanda siz həmçinin əminamanlığa layiq olan bir adam da axtarmağa başlayın. Beləliklə siz öz dostlarınız ilə görüşüb məhsul biçin üçün daha çox işçi göndərməsi haqqında birlikdə Rəbbə dua edə bilərsiniz. Həmçinin siz dua etməlisiniz ki, o sizi əminamanlığa layiq olan adamın yanına gətirsin. Sonra isə siz gedib həmin adamları tapacaqsınız və onlarla müxtəlif yerlərdə görüşəcəksiniz. Yalnız və yalnız məqsədiniz bu olmalıdır. Diqqətinizin mərkəzində kilsə olmamalıdır. Sizə kilsə haqqında fikirləşmək qadağan olunur. Kilsəni unudun. Şagirdlər yetişdirməklə məşğul olun. İsa'nın tapşırığını yerinə yetirin. Məsihçiləri İsa'ya itaat etməyi öyrədin. Gedib müjdəni vəz eləsinlər. İsa'ya itaat eləsinlər. Əgər siz bütün bunları yerinə yetirsəniz, həmin bu 2 ay ərzində həyatınız tam dəyişəcək. Ətrafınızdakı bir çox insanların da həyatı dəyişəcək. Tutaq ki, 2 aydan sonra mən sizin yanınıza gəlib sizdən soruşuram. De görün nə edə bildin? Bu 2 ay ərzində nələr baş verdi? Siz isə belə cavab verəcəksiniz. Həmin müddətdə bunlar baş verib. Bizim məsihçi olmayan 3 tanışımız var idi. Biz onları suda vəftiz elədik. Onlardan 2 nəfərini isə müqəddəs ruhla vəftiz etdik. Onlardan birinə kickstart verdik. Digərinə hələ kickstart verməliyik. Həmçinin şəhərdə əminamanlığa layiq olan 2 nəfəri tapdıq. Hər ikisi ilə hal-hazırda işləyirik. Onlardan biri artıq xilas olub. Eləcə də onun tanışları ilə işləyirik. Həmçinin biz onu şagird kimi öyrədirik. Ona İsa'ya itaatli olmağı öyrədirik. Bəzən axşamlar məsihçi dostlarımızla birlikdə görüşüb dua edirik və s. və ilaxır. Çox güman ki, bu 2 ay ərzində sizin edəcəyiniz işlər bugün elədiklərinizdən tamamilə fərqli olacaq. Siz müxtəlif vaxtlarda müxtəlif işlərlə məşğul olacaqsınız. Bəzən siz küçədə insanlara müjdəni paylaşacaqsınız. Bir başqa vaxt isə kafedə dostlarınızla oturub müjdəni bölüşəcəksiniz. Sonra kiminsə evində suda vəftiz haqqında söhbət edəcəksiniz.
başqa bir yerdə insanları suda vəftiz edəcəksiniz. Əlavə olaraq siz başqa bir evdə toplaşıb dostlarınızla hər şey barədə dua edəcəksiniz. Bəzən siz dua toplantılarınızı öz dostlarınızla sübh tezdən, yəni insanlar işə getməzdən öncə edəcəksiniz. Bəzən isə başqa bir-iki nəfərlə İsa haqqında danışmaq və onların günahları barədə tövbə etiraflarını dinləmək üçün axşam çağı görüşəcəksiniz. Beləliklə, bütün həftə ərzində siz müxtəlif işlərlə məşğul olacaqsınız. Yəni, bütün bu hadisələr müxtəlif vaxtlarda baş verəcək. Siz insanlarla müxtəlif yerlərdə görüşəcəksiniz. Siz fərqli işlər görəcəksiniz və 2 aydan sonra sizin əhatəniz olan adamlar dəyişəcəklər. Siz özünüz də dəyişəcəksiniz. Bundan sonra mən sizinlə görüşüb soruşacağam. Hə, necədir? Xoşuna gəlir? Siz isə belə deyəcəksiniz. Çox xoşuma gəlir. Mən bütün həyatım boyu bu cür həyat yaşamaq istəmişəm. Onda mən sizə deyəcəyəm ki, sizin bu 2 ay ərzində elədikləriniz elə kilsədir. Siz isə yenidən soruşacaqsınız. Nə? Bu kilsədir. Bəs axı biz kilsə binasında görüşmürdük. Bu kilsədir. Bizim işçi heyətimiz yox idi. Bu kilsədir. Kilsədə ardıcıllıqla təşkil olunmuş proqramımız yox idi. Bu kilsədir. Bizim heç bir büdcəmiz və pulumuz da yox idi. Bu kilsədir. Bu kilsədir. Kilsə budur. Allahı sev, qonşunu sev, şagirdlər hazırla. Beləliklə, sizə nə toplantı, nə də proqram gərəkdir. Sizə İsa Məsihə itaət eləmək və onun tapşırıqlarını yerinə yetirmək lazımdır. Yəni, insanlarla görüşüb, onlara İsa'ya itaət etməyi öyrədin. Onlara kickstart verin. Əgər siz bütün bunları edirsinizsə, deməli, siz özünüz də elə kilsəsiz. Yəni, siz kilsənin vəzifəsini yerinə yetirirsiniz. İsa'nın tapşırıqlarını yerinə yetirirsiniz. Siz bütün bunları etməklə bərabər bazar günləri kilsə binasına da gedə bilərsiniz. Demirəm ki, getməyin. Sadəcə 2 ay özünüzü İsa'nın tapşırıqlarını həyata keçirməyə sərf edin. 2 aydan sonra mənə balaca bir məktub yazıb elektron poçtla göndərin. Yəni, göndərdiyiniz məktubunuza hesabat kimi bunları göstərin. Nə qədər insan kickstart olunub, nə qədər insan tövbə edib, neçə nəfəri suda vəftiz etmişsiniz, neçə nəfər müqəddəs ruhda vəftiz olunub, hazırda neçə nəfərlə işləyirsiniz, əminamanlığa layiq olan bir adamı tapa bilmisinizmi, yeni imanlar cəmiyyətini başlaya bilmisinizmi? Sadəcə bunun böyüməsinə imkan yaradın və qoy özü sərbəst inkişaf etsin. Kilsə də elə budur. Bəs rəhbərlik, müqəddəs kitab deyir ki, imanlar cəmiyyətin ağsaqqallar olmalıdır. Bəli, düzdür. Titə 1:5-də Paul deyir, tamamlanmamış işləri səhmana salasan, sənə tapşırdığım kimi hər şəhərdə cəmiyyət ağsaqqalları təyin edəsən deyə səni kilitdə saxladım. Lakin onlar ağsaqqalları təyin etməklə işə başlamırdılar. Onlar şagird hazırlamaqla başlayırdılar. Yenicə xilas olmuş insan ağsaqqal ola bilməz. İmana gəlmiş insanlar böyüməlidirlər. Bunun üçün müəyyən vaxt lazımdır. Kim ağsaqqal vəzifəsini yerinə yetirə bilər? Kimdə bu bacarıq var? İmanlar cəmiyyəti necə böyüyür? Bu, bir neçə il əvvəl biz yeni imanlar cəmiyyəti qurarkən və müqəddəs yazılara uyğun yaşamağa başlayarkən mənim üzləşdiyim problemlərdən biri idi. O zaman öz dini eynəklərimin ucbatından mən hələ də sistemin daxilində idim. Ona görə də mən elan elədim ki, biz əsl kilsəyik, bizim ağsaqqallar şuramız var. Mən özüm pastoram, biz imanlar cəmiyyətini qurmağı məhz bundan başlamışdıq. Bu isə əlbəttə ki, ağılsızlıq idi. Çünki mən yenicə xilas olmuş insanlarla əhatə olunmuşdum və mən onları şagird kimi hazırlayırdım. O zaman mən elə gəlirdi ki, mən kilsəni qurmağa ağsaqqalların təyin olunmasından başlamalıyam. Çünki yalnız bu halda biz həqiqi kilsə ola bilərdik. Lakin heç bir erkən imanlar cəmiyyəti ağsaqqalların təyin edilməsi ilə başlamayıb. O vaxt imanlar cəmiyyəti ilk dəfə qurulurdu. Siz ağsaqqalların təyin olunmasından və ya buna bənzər məsələlərdən başlamamalısınız. Siz şagirdlər hazırlamaqdan başlamalısınız. Sonra isə bütün bunların təbii olaraq necə böyüdüyünü görəcəksiniz. Bundan sonra bəlkə də sizin dəstəniz böyüməyə başlayacaq. Məhz o zaman ağsaqqallar təyin olunmalıdır. Onlar öz ev imanlılar cəmiyyətlərində çalışacaq
və insanlara təlim verəcəklər. Sonra isə 5 güşəli xidmət etmək zamanı yetişəcək. Bu halda bugün gördüyümüz kimi imanlılar cəmiyyəti bir dinə çevrilməyəcək. Ağsaqqallar da gələcək və imanlılar cəmiyyətini lazım olan hər şeylə təmin edəcəklər. Beləliklə kilsəni unudun. Yəni əvvəllər kilsə hesab etdiyiniz binanı yaddan çıxardın. 2 ay müddətində məhz İsa'nın tapşırıqlarını yerinə yetirin. Bundan sonra isə cəmi bir neçə ilə bütün dünyanı dəyişəcək bir hərəkatı görəcəyik. Əgər hər bir məsihçi sadəcə olaraq bu əsas tapşırıqların yerinə yetirməyə başlasa, bu zaman dünya dəyişəcək. Siz İsa'ya itaət etmək istəyirsiniz? O zaman pionerlər məktəbində öyrəndiklərinizin hamısını təcrübədə həyata keçirməyin vaxtı çatmışdır. Haqqında danışdığım bu məsələlər heç də ilahiyyat deyil. Hərəkətə keçməyin vaxtı çatıb. İsa'nın tapşırıqlarını icra eləyin. Sizə kömək edə bilən insanları tapın və işləməyə başlayın. Bu dərsdə sizə çatdırmaq istədiklərim bunlardır. Pionerlər məktəbinin növbəti dərsində görüşərik. Mən həmçinin sizi dünyaya göndərmək istəyirəm. Sonra isə görərik ki, Allah bütün bunlarla nə edəcək. İndi isə mən dua eləmək istəyirəm. Allahım, mən bütün bunlara görə çox sevinirəm. Mən bu dərslərdən çox təsirlənmişəm. Bizə verdiyi bu sadə tapşırıqlar məni sevinclə həyəcanlandırır. İsa'nın bizə verdiyi tapşırıqlar o qədər sadədir ki, bunları hər bir kəs edə bilər. Bu, super müjdəçilər, bir dəstə seçilmişlər üçün deyil, biz hamımız, yəni bizlərdən hər birimiz üçündür. Allahım, dua edirəm ki, bu dərslər insanlara kömək eləsin. Onlar sadəcə ilahiyyat dinləyərək aldanmasınlar. Qoy bu sadə təlim onlara eşitdiklərini yerinə yetirməyə kömək eləsin. Mən yalvarıram ki, sən onları öz işçilərin kimi məhsul pisində göndərəsən. Əmin-amanlığa layiq olan adamı tapmaqda onlara rəhbərlik et. Qoy onlar tövbə eləmək istəyən insanlara rast gəlsinlər. Qoy onlar həmin insanları suda və müqəddəs ruhda vəftiz etsinlər. Qoy onlar başqalarına kickstart versinlər və sənə itaətlə xidmət eləsinlər. Yeni imanlılar dünyaya geçsinlər və bütün bunları icra eləsinlər. Sənə itaətdə davam eləsinlər. Allahım, sənin köməyinlə biz bütün dünyada möhtəşəm bir hərəkatın başlandığını görək. Çünki Allahım, sən dedin ki, biz məhsul biçində çıxarkən sən özün də bizimləsən. Beləliklə, mən bu dərslərə baxanlar üçün dua edirəm ki, sən onların qulaqlarını və gözlərini açasan, onlara sənə itaətli olmağa kömək elə. Amin. Möhtəşəmdir. Bu gündən başlayaraq 2 aydan sonra çoxlu şəhadətlər eşidəcəyimə ümid edirəm. Həyat yoldaşım Lina isə indi bir ilahi oxuyacaq. Tezliklə görüşənədək Allahın xeyir duası ilə qalın. Necessary.
you? Will you follow me no matter what the cost is? Oh, will you lay your dreams down for me? I'm calling you, I'm calling you, I'm calling you, I'm calling you today. I'm calling you, I'm calling you, I'm calling you. Will you go and preach my word? Will you lay your hands on the sick people? Will you break my freedom to people? I'm calling you. I'm calling you. I'm calling you. Will you go? Will you follow me? No matter what the cost is. Will you lay your dreams down for me? Oh, will you surrender everything to me? I'm calling you, I'm calling you, I'm calling you, my child. I'm calling you. Seek my face, and I'll speak to you. I will guide you step by step. I will never leave you alone. You can trust in me. You can trust in me. No matter what, you can trust in me, my child. Seek my face, and I will lead you. I will guide you step by step, my child. One step at a time, one step at a time. Trust in me, trust in me. I will never leave you alone, my child. I will give you everything, I will give you everything that you need, my child. You can trust in me. You're not alone. Don't fear. You're not alone, my child. I'm going with you. Each step, my child. I'm going with you. I'm going with you. I'm calling you. I'm calling you. Soon I'm coming back. I'm calling you. I'm calling you.